Aytaç Rəsulzadə. İlk öncə hər kəs salamlayıram. Mən Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 sayılı tam orta məktəbin 9-cu sinif şagirdi Rəsulzadə Aytaç. Burada iştirak eləmək mənim uşaqlıq arzum olub və bugün çox xoşbəxtəm ki, mən bu arzumu yerinə yetirirəm. Kitab oxumağı sevirəm, yeni dillər öyrənməyi sevirəm, film və seriallar izləməyi sevirəm, futbola baxmağı xüsusilə sevirəm və həmçinin dostlarımla birlikdə məktəbdə intellektual yarışlar təşkil eləməyi, onlarda iştirak etməyi də ayrıca sevirəm. Maraqlı bir insansınız. Heyf ki, vaxtımız azdır sizinlə söhbət eləməyə. Sadəcə azarkeşlik etdiyiniz klubun adını deyin, komandanı. Hər liqada ayrı kluba azarkeşlik eləyirəm, amma əsas azarkeşi olduğum klublar Barselona və Beşiktaş klublarıdır. Aha, çox maraqlıdır. Belə insanlara yanaşma necə olur ki, hər dəfə fikirlərini dəyişirlər, hansı kluba, komandaya azarkeşlik eləsinlər? Əslində, necə deyim, bir komandanın azarkeşi olunmur, doğulur və mən düşünürəm ki, Barselona və Beşiktaşın azarkeşi olmaq üçün doğulmuşam, amma şəxsən özüm komandalarına qarşı sevgisini azaldan insanlara çox xoş baxmıram. Çünki bir insan bir şeyi bir dəfə sevə bilər. Qəşəng də danışa bilirsiniz. Əla. Aytaç həmçinin detektiv əsərləri də yazır. Vaxtımız qalsa, növbəti mövzuda bu haqda söhbətləşərik. İndi isə Aytaç mövzunu seçir. Azərbaycan dili olsun. Azərbaycan dilini seçdiniz. Uğurlar sizə, 45 saniyəniz var. Kim sualı ismin hansı halının sualıdır? Adlı. Düzdür. Sadə cümlənin neçə qrammatik əsası olur? 1. Düzdür. Balaca sözü hansı nitq səsidir? İsfət. Düzdür. Şı samiti, kar samitdir yoxsa cingiltili? Düzdür. İsmin hansı halı cümlədə yalnız tamamlıq olur? Təsirlik. Düzdür. Hansı sayılar neçənci sualına cavab verir? Sıra. Düzdür. Zərfin neçə məna növü var? 5. Xeyr, 4. Qocalıq sözü konkret isimdir yoxsa mücərrəd? Mücərrəd. Düzdür. İdi hissəciyi adılda aldırdıqda necə yazılır? Ayrı. Düzdür. Dilçiliyin hansı bölməsi nitq hissələrindən bəhs edir? Morfologiya. Düzdür. Eyni cinsli əşyaların adlarına nə deyilir? Ümumi isimlər. Düzdür. Boyca, yaşca sözlərində işlənən ca nədir? Qoşma. Düzdür. Bilməz sözü feilin hansı zamandadır? Gələcək. Düzdür. Sizin 12 doğru cavabınız oldu. Davam edirik Aytaçla. Aytaç, bayaq belə qısa olaraq dedim ki, detektiv əsərlər yazırsınız. Elə bir personaj varmı ki, bütün əsərlərinizdə təkrarlanır, baş qəhrəman kimi? Bəli. Əsas Misal üçün, detektiv Herkül Poirot komandası, bəli, əsas detektiv komandası bütün hekayələrdə eynidir. Adı nədir bəs əsas qəhrəmanınızın adı? Əsas qəhrəmanlarımın birinin adı Alexdir, digərinin adı isə Jack. Alex və Jack. Bəli. Bəs orada nə bilim, Malikdən, Ramaldan, Məryəmdən, Ayşədən belə bir adlardan yoxdur? FBI əsəri olduğuna görə xarici adlara yer verməli Ona oldum. görə məhz daha çox Amerika Birləşmiş Ştatları nəzərdə tutulub. Aydındır, çox maraqlıdır, mən artıq oxumaq istəyirəm. Hansı mövzunu seçirik? Təbiət olsun. Təbiəti seçdiniz. Adətən hansı fəsildə ağaclar çiçək açmağa Bahar. başlayır? Düzdür. Pirqulu dövlət təbiət qoruğu Lənkəran yoxsa Şamaxıda yerləşir? Şamaxı. Düzdür. Yer kürəsində ən böyük okean hansıdır? Sakit. Düzdür. Hansı element N hərfi ilə işarə olunur? Azot. Düzdür. Richter şkalası hansı təbiət hadisəsinin şiddətini ölçür? Zəlzələ. Düzdür. Ölkəmizin ən uzun çayı hansıdır? Kür. Düzdür. Yellowstone Milli Parkı Amerika Birləşmiş Ştatlarında yoxsa İngiltərədə yerləşir? Abşda. Düzdür. Gilavar nəyin növüdür? Meyvə. Xeyr, küləyin. Çapaq heyvandır yoxsa bitki? Bitki. Xeyr, heyvan. Azərbaycan ərazisində hansı növ vulkanlar geniş Halça. yayılıb? Düzdür. Dünyanın ortalama temperaturunun artması ilə bağlı uzun müddətli proses necə Qlobal adlanır? istifmə. Düzdür. Marmolada dağı İngiltərədə İtaliya. yoxsa İtaliyada? Düzdür. Dünyanın ən böyük səhrası hansı qitədə yerləşir? Asiya. Xeyr, Afrikada. Sizin 10 doğru cavabınız oldu. Ümumilikdə 22 xalınız var. Diqqət reyting cədvəlinə. Baxaq görə vəziyyət necə dəyişdi və dəyişdimi? Bəli, dəyişdi. Hal-hazırda Aytaç Rəsulzadə nömrə 1-dir bu siyahıda 22 xalla. Diqqət oyuncu cədvəlinə. Aytaç Rəsulzadə finalda iştirak eləyəcək. Şərt şəklinin şəkilçisi Aytaç. Sasə. Sualı dinləyək. Şərt şəklinin şəkilçisi hansıdır? Doğru cavabdır, Sasə. Clown sporla çoxalır, yoxsa toxumla? Aytaç? Sporla. Bəli, bu düzgün cavabdır, sporla. 4-4-2. Görək oyun necə davam eləyəcək. Sual gəlsin.